Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar Qusarda da kütləvi tədbirlər keçirilib. Rayon ictimaiyyəti Ulu Öndərin Qusar şəhərində ucaldılan abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev və müasir Azərbaycan mövzusunda keçirilən konferansda çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov 20-ci əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı, müasir Azərbaycanın çox şahili tərəqqisindəki rolundan danışıb. Bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizi bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Çıxışlarda Azərbaycana müstəqil dövlətçilik ənənələrini formalaşdıran Heydər Əliyevin müasir Azərbaycanın qurucusu və memarı kimi əvəzsiz xidmətlərindən də söz açılıb. Daha sonra ayrı-ayrı kollektivlərin iştirakı ilə kütləvi ağacəkmə kampaniyası keçirilib. Mövsüm ərzində 10 minədək ağacın əkilməsi nəzərdə tutulub. Gültəkin Əliyeva, Binəli Tosayev, Dünya TV.